Əgər ev heyvanınız varsa, mütləq Tesla almalısınız. Bunu mən niyə bildirirəm? Çünki əgər hər hansı bir uzaq səfərə ev heyvanınızla çıxırsınızsa və istəyirsinizsə maşını 5 dəqiqə, 3 dəqiqə, yarım saat tərk etmək istəyirsiniz və həmin dövrdə maşın havasız qalmasın deyə, ümumiyyətlə isti olmasın deyə, hava şəraiti normal olsun deyə daxildə siz burada klimat bölməsində pet moda daxil olaraq bunu enable edə bilərsiniz. Yəni belə deyək də bu funksiyanı işə sala bilərsiniz. Və buradan Customize Pet Mode həmin ev heyvanına hər hansı bir ad verə bilərsiniz. Mən məsəl üçün öz itimə ad vermişəm, Chili. Save etdikdən sonra mən maşını tərk etsəm belə hansı temperaturda istəyirəmsə, həmin temperaturda da maşının daxili salonu mən gələnə qədər sabit saxlanılacaq. Burada da gördüyünüz kimi Pet Mode yazılır. İndi mən maşını tərk edəcəm və maşının ekranında da nə yazıldığını sizə göstərəcəm. Baxın, bu hissədə mən avtomobili tərk etmişəm. Gördüyünüz kimi avtomobilin ekranında belə bir yazı yazılır. Don't worry, Chili is crazy. Və 23 dərəcə temperaturun olduğu göstərir. Həmin qoyduğum itin animasiyası göstərir və live kamera. Hal-hazırda kameranın aktiv olduğu göstərilir. Bu da Tesla'nın mühüm və maraqlı funksiyalarından biridir. Bəs deyin, sizin avtomobildə belə bir funksiya varmı?